Samir, bugün sizinle görüşmeye ben de çok şad oldum. Çoktan da istəyirdim sizinle bir söhbət edeyim. Beni bugün öz televizyanınızda deməli, müsahibə keçirmək üçün dəvət etdiyinizə görə mən də sizə minnətdarım. Yaşlı insanlardan eşitmişəm ki, Qursalın kəndinin tarixi demək olar ki 1800-cü illərə təsadüf edir. Yəni o illərdə bizim kəndə köçənlər olubdu. Hətta bizim kəndin qabağında tras var idi, yol gedirdi. Orada bir qəbristanlıq vardı, orada bir günbəz var idi. Deyirdilər də orada Məhər adlı bir nəfərin də orada deməli dəfn olunduğu elə məqbərə oradaydı. İndi onu ermənilər özlərinə seçirdilər, amma bizimkilər deyirdilər ki, orada elə bizim insanlar olub. Yəni Azərbaycanlılardan dəfn. Amma mən sonra ən çox eşitmişəm ki, bizim 80-ci illərin ortasından sonra bizim kəndə daha çox insanlar köçüb gəlibdir. Müxtəlif yerlərdən gəliblər. Ən çox Qazax rayonunun Çaxırlı kəndindən gələnlər olublar. Deməli, Qarabağdan da köçənlər olubdur, çox olubdur. Və buna görə də bizdə müxtəlif tayfalar yarandı. Gəldikləri məkanlara görə onları elə adlandırırlar. Bilirsən ki, kəndin iqtisadi həyatında 19-cu əsrin əvvəllərində hələ Sovet İttifaqı yaranmamışdan əvvəl orada artıq şəxsi kənd təsərrüfatları olublar və onlar da öz təsərrüfatlarında ən çox yeyinti məhsulları əkirdilər. Taxıldan tutmuş, kartof və bir də ağaclardan, meyvə ağaclarından istifadə edirdilər və bu təsərrüfatla məşğul olurlar. Düz orada deyəndə kimi yeyinti məhsullar bura kələm də gedir, çuğundurlar da gedir, bunlar da daxil etmək lazımdır. Orada bizim kənddə həmişə ondan istifadə olunur, becərilir. Mən deyim ki, Samir, biz orada yaşayanda həqiqətən bizim uşaqlığımız orada keçirdi. Amma mən digər yerlərə gəldikdə, hətta Azərbaycanın ən səfalı düşələrindən, Lənkərandan tutmuş, Lerikdən belə çox yerləri gəzmişəm. Amma oradakı şəraiti, oradakı gözəlliyi, oradakı havanı, oradakı o gördüklərimi bənzər heç nə görməmişəm. Bizim kəndimiz üç tərəfdən meşə ilə əhatə olunmuş, dağlıqdan ibarət idi və deyim ki, sənə əsl cənnət məkan idi. Biz bunu hiss etmirdik, amma təbiətin o gözəl havası bizi həmişə yaşadırdı. Deyim ki, meşələrimizdə o qədər meyvələr var idi ki, əgər kimsə orada azıb həftələrlə, aylarla qalsaydı, yəni yaşamağa imkan olan vaxtı, mən demirəm ki, qışın o ən çovğun vaxtında, o meyvələrdən yeyib orada rahat yaşaya bilərdi. Hər şey var idi. Sudan, su bizim kənddə daha bol idi. Yəni, bizim kəndin mərkəzində Qarabulaq deyilən bulaq vardı. Nəyə görə ona Qarabulaq deyirdilər? Onun suyu yayda sərin olurdu, qışda da donmurdu. Və kəndin o mərkəzdə yaşayan əhalisinin əksəriyyəti mal-qaranı gətirib o bulağın suyundan içirirdilər, aparırlar. Sonra Ağsu deyirdilər, Ağsuda çoxlu sular çıxırdı. Bizim kəndin meşələrdə mən deyim ki, Gökəlikdən çox gözəl, şirin su çıxırdı. Məhəmmədin bulağı deyirdilər. Bu, yəni Məhəmməd adında kişi orada gedib deməli bulaq açıb krant qoymuşdu. Yəni oradan istifadə edirdilər. Çox bulaqlar var idi. Yəni, bizim kənddə demək olar ki, hər bölgədə, bizim kənddə bir 20-30 yerdə bulaqlar vardı. Bunu insanlar dağlardan çəkib gətirmişdilər, bizim kəndin cəmaatı və çox deməli içməli sular idi hamısı. Deyim ki, sizə bizim kəndin əhalisi may ayının əvvəllərindən elə ki, istiliklər düşürdü, hətta aprel ayının ortasından başlayırlar bizim dağlara köçməyə. Mən bir sayın. Deməli, ən yaxın olan Bozdar deyilən yaylaq idi. Ondan sonra keçirdik Xərəbə deyirdilər, o Xərəbəyə, Xərəbənin güneylərinə. Sonra keçirdik Çamırlı adlanan yaylağa. Sonra keçirdik Sarıbulaq adlanan yaylaqla. Köçürülürdük Çataq deyilən yaylağa. Sonra ən ucqar yerdə yerləşən, ən səfalı yerdə yerləşən Sarıbəy yaylağına. O, dəniz səviyyəsindən bir neçə kilometr çox yuxarıdaydı. Bir neçə 100 kilometr yuxarı məsafədə idi. Və bizim bu yaylaqlar o qədər səfalı idi, o qədər içməli sular var idi ki orada.
Çataqdan axan çaylar, orada deməli ermənilərin yaşadığı Naim deyirlər, deməli orada yaşayırdılar, onlar da köçüb gəlirdilər. Oradan gələn çayda biz həmişə balıq tutardıq. Çox deməli səfa. Deməli o yaylaqlarda mən deyim sənə üzüm, çiyələm, qara üzüm deyirdik, çiyələm deyirdik və digər nə qədər meyvələr varsa hamısı var idi yaylaqlarda. Çatağı ona görə adlandırdılar ki, orada dağlar var idi, 2 dənə dərə var idi. Yəni o iki dərənin kəsişdiyi ortada qalan yerdə elə Sarıbəy yaylağı yerləşirdi. O çataq, yəni bilirsiniz nədir? Çataq sözünün mənası necə gəlir? Yəni bölünmədir də. Bəli, bölünmə. O çaylar gəlib qarışırdı, amma onları birləşdiyi yerlər idi. Ora qədər bölünüb gəlirdi. Çaylar dağlarda olan bulaqların suyu birləşir və çay əmələ gətirir. Və o Sarıbəy dediyimiz yerdə o yəqin ki, mən belə çox da tam deyə bilmərəm. O yəqin ki, ad ilə bağlı idi. Ad. Oraya ilk dəfə köçən adam kim olub? Yəni dedim ki, onun adı ilə Sarı bəy. Yəni bu onların adı ilə bağlı ola bilər. Yaz, payız deməli işdə hamısını qurtardıqdan sonra insanlar qışda toplaşırdılar müxtəlif evlərə, gedirdilər orada gecə yarıya qədər. Deməli orada müəyyən söhbətlər aparırdılar, musiqiyə qulaq asırdılar. Ən çox, ən gözəli bizdə keçirdi. Ona görə ki, mənim daim Aşıq Bayram, Mustafa Bayram deməli, o aşıq idi. O bizi toplayırdı, öz ətrafında olanları, qohumlarını, bacısı uşaqlarını, qardaş uşaqlarını toplayırdı. Biz demək olar ki, hər axşam olmasa da həftədə 1-2 dəfə məclis keçirirdi və o məclisdə öz sazı ilə bərabər gəlirdi, bizə dastanlardan danışırdı, mahnılar oxuyurdu, aşıq mahnılar oxuyurdu və biz də o aşıq mahnılarına qulaq asıb dağılışırdıq. Eləməllər heç utanmadın, uçay keçidi bir yaylağa gəlmədin biyam anama. Yüz min cəfa ilə yeyib elə mən köç eylədim, köçdüm getdim Ağbulaqa gəlmə. Adem'en köçeyim ay vermedi. Koştum gittim Ağbulağa gelmedi. Seni derdim ey belə hamıdan əziz, sən məni eylədin qul kimi kənizi biyam anama. Ay yatırcan bəslədim hər güldən təmiz bülbül olub eyləməyə gəlmə. Besledim aş, aman 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 aman. Sonra aman 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 bülbül olup eylemeye gelmedi.
Beldəsinə var ey belə değməsin ay əzəlim oğlu dizili qara gəlmə. Mənim beldəsinə var Zalım oğlu düzel qara gəlmədi. Nənələrimiz, babalarımız danışırlar kəndlə bağlı və rəvayətləri. Bu hadisələr ermənilərlə Sovet hakimiyyəti qurulduqdan sonra ermənilərin bizim kənd cəmaatı ilə arasında olan müharibələrdən gedirdi. Və o zaman kənddə qaçaq, Xıdır adlı qaçaq haqqında ən çox söhbətlər ondan gedirdi və uşaqlar da ona çox diqqətlə qulaq asırdılar. O qaçaq Xıdır nə ilə məşğul idi? O deməli Sovet hökumətinin varlığını qəbul etmirdi. Və ona görə də ermənilərə qarşı mübarizə aparırdı. Düzdür, o gedirdi qonşu kəndlərdən ermənilər, məsələn, kolxoz sədrini götürüb gətirirdi, ermənilərin kəndindən gətirirdi, sonra onu güllələyirdi, deyir o vaxtı. Ən çox söhbət belə hadisələrdən gedirdi. Bir də ki, 1905-ci ildə bizim kənddən bir çox insanlar gediblər ermənilərin marksist tərəfdə məhsul satmağa, alma satmağa gediblər, kartof satmağa gediblər, geri qayıtmırlar. Onları öldürüb, orada bir kənd var idi, deyir, orada su quyusuna atmışdılar onların meyitlərini. Bax, onlardan söhbət çox gedirdi. Yəni, ermənilərin bizə qarşı olan törətdikləri cinayətlərdən danışırdı. Milli adət-ənənələr hər bir xalqın irsindən, milli mənəviyyatının nə qədər zəngin olmasından, həmin xalqın nə qədər qədim tarixi kökə malik olmasından xəbər verir. Hər xalqın, hər millətin öz adəti, öz ənənəsi olduğu kimi, bizim xalqın da özünə məxsus adət-ənənələri var. Bizə xas olan musiqi mədəniyyətimiz, toy, nişan adətlərimiz, milli rəqslərimiz, geyim tərzlərimiz və bir çox adət-ənənələrimiz başqa xalqlardan fərqlənir. Ən gözəl ənənələrimizdən biri də toy mərasimidir. Qızı bulaq başında, yaxud toyda görərdilər. Bəyənəndən sonra qıza kimlər vasitəsiləsə xəbər yollayardılar. Əgər razı olsa, ilk əvvəl oğlanın anası, xalası ya da bibisi gedərdi qızgilə. Razılıq olandan sonra kişilər gedərdi atanın ayağına qızı istəməyə. Deyərdilər qız qapısı, şah qapısı. Deyərdilər ay qız atası, sənin qapına bir diləyə gəlmişik, gərək yox deməyəsən. Qız atası da qalxardı, o biri otağa keçib öz xanımını çağırardı. Ondan soruşardı qızının fikrini. Hamı razı olurdusa, ortalığa şirin çay gətirərdilər. Çay içilər, Allah mübarək eləsin deyərdilər. Sonra nişan olurdu. Qırmızıya bəzədilmiş xonçalar, buynuzunda qırmızı lent olan erkəklər gətirərdilər qız evinə. Oğlan qız evinə nəinki gəlməz, hətta o, həndəvarda belə görünməzdi, ayıb sayılardı. Sonra toy olurdu. Toydan qabaq xına yaxtı olmalıydı, bir də bəy hamamı. Gəlin evdən çıxanda, atası onu lampanın başına 3 dəfə dolandıraraq öz xeyir duasını verirdi. Qardaşı əlinə pul bağlayırdı. Gəlin evdən çıxanda gəlin atlandırma havası çalınardı qara zurnada. Gəlin bəy evinə çatanda ayağının altında qurban kəsərdilər. Qapının ağzında bir boşqab olurdu. Gəlin dabanı ilə onu sındırırdı. Sonra qaynana gəlib qədəmlərin mübarək ay gəlin deyərək gəlinin gərdəyinin yanına aparıb otuzdurardı. Gəlin oturmayıb nəmər gözləyərdi. Qaynata gəlib mütləq nəmər verməli idi. Toy 2 ya 3 gün olurdu. Kişilər ayrı mağarda, qadınlar ayrı mağarda oturardı. Bəy və gəlin öz toylarında bircə dəfə oynayırdı. 3 gün sonra üzə çıxdı edərdilər. 40 gün sonra ayaq açdı. Yəni gəlini öz atası evinə qonaq çağırardı.
Bir millətin özgələrindən fərqini vurğulayan ən önəmli xüsusiyyətlərdən biri milli mədəniyyətdir, adət-ənənələrdir. Xaricdən gələn qonaqlar təsadüfən bölgəmizdə olan toy mərasimlərinin şahidi olanda təəccüblənirlər və hətta onlar təəccüb və heyrətlərini gizlədə bilmirlər. Həqiqətən, milli toy adətlərimiz maraqlı və gözəldir. Hətta dünyanın bir çox yerlərində belə bizim toylarımız böyük marağa səbəb olur. Adət-ənənələrin yaşadılması çox vacibdir. Milli dəyərlərə bağlılıq, milli irsimizə sahib çıxmaq və onları gələcək nəsillərə ötürmək missiyası bu gün bizlərin üzərinə düşür. Bizdə toylar ən azı 3 gün davam edirdi. Birinci səhərdən başlayırdılar, sonra toylar gedirdi oğlan evində, qız evində, sonra gedirdi kənddə, klub deyilirdi. Orada biz davam etdirirdilər o toyları. O toylarda aşıqlar gəlib məclis keçirirdi. Onlarla bərabər bizdə musiqi alətlərində çalan insanlar da var idi. Məsələn, bugün bizdə zurnada Xıdırın atası Məhərrəm kişi var idi. O düzdür, bizim kəndçi deyildi, bizim kənddən adın olmamışdı. Qonşu kənddə böyüyüb gəlmişdi. Bax, onun dəstəsi var idi. O dəstədə bizim toyları idarə edirdilər. Və orada ən çox bizdə oynanılan havalar, deyim ki, sizə kəndin ağsaqqalları adlanan, kəndin ziyalılarından, məsələn, Qədim müəllim var idi. O çox gözəl oyun bilirdi. O oyunu oynayırdı. Bir də ən çox yallı gedirdilər. Yallı indi yenə də bizim kəndçin cəmaatı gedir. Amma orada yallının bir neçə növü var idi. Çox maraqlı idi. Dizdən qırma yallısı. Sonra əllərində biri qamçı tuturdu, qamçılamaqla. Kim düzgün hərəkət etməsin onları deməli qamçılayırdı. Uzun dərə yallısı gedirdi. Bunlar tərəkəmə ayrı yallı gedirdi. Yəni kənd cəmaatı xırdadan tutmuş böyüyə qədər. Mən inanmıram ki, bizim kənddə kimsə oraya yaşayardı, amma o yallını gedə bilməyəydi. Onlar hamısı o yallını gedirdi və gözəl də ifadə edir. Şah bəzənməsi orada çox deməli geniş vüsət almışdı. İstəyim o elə bir şeydir ki, Samir. Deməli o şahı özü gətirirdilər, verirdilər məsələn toy evinə, oğlan evinə. Şah bəzənirdi, onun üzərində almalar, bahalı konfetlər, deməli, şirniyyatlarla dolu idi onun üzərində. Sonra üzərində lampalar asılırdı ki, o yəni gəlinin, yəni ki, gedəndə evdə işıq saçsın, daha gözəl olsun. Və toy qutardıqdan sonra həmin şah oğlan evinə gətirilirdi. Və gəlinlə oğlan bircə evdə girə daxil olduqdan sonra o şahı tez yolmaq, daha kim çox, şahın üzərində olan o meyvələrindən daha kim götürəcəkdir. Bu, belə bir yarış keçirilirdi onlar arasında. Və bu da çox deməli, həm daha şadlıq sahəsi daha şadlıq yaradırdı, həm də elə bil ki, gəlinlə bəy arasında daha yaxın münasibətlər deməli gətirir. Həm qızın sağdış və solduşu olurdu, həm də oğlanın sağdış və solduşu olurdu. Onların funksiyası, yəni toy başlayan vaxtı olurdu. Onlar oğlanla qız otururdu, onlar da onların yanında əyləşirdilər və toyda həmin o sağdış və solduş həm qızın olanı, həm də oğlan olanların iştirak edirlər. Özdə çox belə, necə deyərlər, o vaxtki adətlər elə idi ki, onlardan ayrılmazdılar heç. Gəlinlə bəydən ayrılmaq olmazdı. Toy qutardıqdan sonra isə qızlar deməli gedirdi toya, oğlanlar da gedirdi toya, amma bayırda elə bil ki, qarol çəkirdilər. Sonra məlumat göndərirdilər toy məclisə ki, artıq bu mərasim başa çatdı, yəni oğlanla qız arasında nə izdivac varsa o həll olundu, qutardı. Bu sahədə çox güclüdür. Novruz bayramı bizim demək olar ki, Azərbaycan millətinin çox tarixi onun çox qədimdir. Çox, həddindən artıq çox qədimdir. Yəni o adət-ənənə bizə qədim zamandan gəlmişdi və bu çox geniş keçirilirdi. Bizdə elə bir ailə yox idi ki,
yəni kasıb, varlı, yəni imkanı olan, olmayan, bunların evində Novruz bayramı daha dərindən keçirilməsin. Adət-ənənələr nə idi? Biz onda indi İrəvan kətəsi deyirlər. O kətələrin pişirilməsi idi, əydəklərin pişirilməsi idi. Yəni bütün nə qədər insanlar o Novruz bayramına aylarla hazırlaşırdılar. Ki bizim qonaq gələcəkdir, qonaq gedəcəyik. Bütün qohumlar, qonşular bir-birinə qonaq gedirdilər. Və o da bəzəkli xonçalarla gedirdilər. Ən çox da kirvələrin, deməli, əgər sünnət olduqda oğlan uşaqlarla, yəni kiçik toy məclisləri keçirildikdən sonra Novruz bayramında bir həftədən artıq o görmə məsələsi. Məsələn, kirvələrin evinə gedib onların Novruz bayramını təbrik eləmək, onlarla görüşmək bizdə çox dərin ənənələr idi. Onlar dərin iz buraxmışdı. Hətta bizim o Novruz bayramında rayondan vəzifədə olan ermənilər də gəlirdi bizim kəndə. Kimlə dostluq münasibətləri var, kimlə tanışır, gəlib o məclislərdə iştirak. Deməli, Novruz bayramı müəyyən vaxt ərzində bir neçə gün davam edirdi. Onda ən çox istifadə olan adətlər, oyunlar var idi, dirə döymə var idi, sonra yəni bu, amma ən çox yumurta daraşdırmaq idi. Evdən yumurtaları götürdük, pişmiş yumurtaları, gedirdik bizim kəndin mərkəzində bütün insanlar, böyüklər də vardı orada, uşaqlar da, ən çox uşaqlar təşkil edirdi. Yumurta döyüşdürürlər. Kimin ki yumurtası qırıldı, o yumurtanı qıran oğlana, yəni o yumurtası bərk olana o yumurtaları verir. Çərşənbələr bizdə elə oradakı adətlərlə keçirilir. Bax, bu saatın özündə də görürsən ki, çərşənbələri biz keçiririk. Və ən çox da Novruz bayramı ərəfəsində. Birinci çərşənbə, ikinci çərşənbə, üçüncü çərşənbə və dördüncü çərşənbə ilin axırı deyirdik, tonqalları qalamaqla. Biz, bilirsən, Samir, deməli, bir 15, necə deyim, bir ay qalmış lopalar düzəldirdik. Lopalar nədən ibarət idi? Bir dənə məftilə, çoxlu palaz, yəni əski parçalarını bir toplayırdı, top şəklində. Onu da məftillə üzərini sarıyıb, sonra bunu məftil də bağlayırdıq və salırdıq neftin içərisinə. Bir 10 günlərlə o neftin içərisində özünə neft toplayırdı. Siz inanın, bizim kəndin uşaqları bayram axşamlarında çıxırdıq, orada Qənşər adlanan dağ var idi. Orada biraz neşəlik azı idi, bir tərəfi tamamilə açıq idi. O Qənşərə çıxırdıq. Orada ən azı 4-5 saat o qarlı, şaxtalı havalarda da, nə vaxt olsa da, biz o lopaları işıqlandırırdıq oranı. Atırdılar uşaqlar onu yuxarı, sonra əllərində fırladırdılar. Bax, bu çox bir gözəl ənənə idi, biz ondan istifadə edik. Mərasimlərdən bizdə ən yüksək səviyyədə keçirilən məhərrəmlik idi. Məsələn, şəxsən mənim özüm də, Allah rəhmət eləsin bizim analarımıza, atalarımıza, dünyasını dəyişənlərə, mənim anam deməli arzu etmişdi ki, mən burada müəyyən 7 il mən məhərrəmlikdə bax, buradan deməli, başın ortasından deməli ülgücü qoyurdular, belə çap edilər. Qan çıxırdı oradan və biz bu mərasimlər keçirilirdi. İkincisi, mənim əmimin bir dənə ələmi var idi, ələm. Bu, deməli, onu da deyim ki, mənim babam, ata babam axund olubdu. Hüseynqulu kişi. Çox savadlı insan olub. Həddindən artıq savadlı olub. Onun oxuduğu Quran həqiqi Quran idi. O Quran pusatda durur və o ələm də durur. Və əmim onda cavan vaxtı idi, biz uşaq idik. Onu belinə bağlayırdı, onun taxmaq üçün ağac var idi, elə kəmərlə. Ələmin də üzərini bəziyirdilər. Lap yuxarıda həmişə aypara ulduz olurdu və onu coşdurub. Çox maraqlı idi. Onu bəzən gəlib xahiş edirlər əmimdən götürüb adam istifadə edənlər var idi. Məsələn, kənd cəmaatı deyək, klubun qarşısında toplaşırdılar, o onu coşdururdu, o gedirdi, kimin çiyninə qonurdusa, o ələm, o mütləq cibindən çıxarıb ona pul bağlamalı idi. Bax, bu ədət-ənənə bizim kənddə çox geniş yayılmışdı. Yas mərasimləri, mən deyim ki, bizdə molla yox idi. Amma Quran oxuyanlarımız var idi. Yas mərasimləri bir gün
necə indiki olduğu kimi rəhmətə gedən deməli o saxlayırdılar. Əgər yayda olsaydı, hətta deyək ki, oğlum başqa yerdə yaşayırsa, onun gəlməsini gözləyirdilər. Məsələn, mən rəhmətlik, Allah rəhmət eləsin, yenə deyirəm ölənlərimizə, mənim rəhmətlik anam rəhmətə gedəndə mən Rusiyada idim. Və mənə oradan telegram vurdular şirkətdən, Krasnodarda yaşayırdım onda mən. Təcili gəl, anam vəziyyəti ağırdı. Amma mən düzdür, bildim ki, yəqin ki, rəhmətə gedibdi. Və 2 gün onu saxlamışdılar. Və gəlirdik orada necə lazımdır, hər tərəflə də, yəni onu aparırdılar. Çiyində gedirdi, qəbristanlığa aparırdılar tabutda. Çiyində aparırdılar və orada dəfn edirdilər. Və dəfn ediləndən sonra onun üzərinə qoyulan baş daşında onun anadan olma tarixi və adı, familiyası və bir də rəhmətə getmə tarixi adı yazılırdı hamısı. Köhnə qəbristanlığında ərəb dilində yazılar hamısında gedirdi. Baş daşlarının üzərində görürdüm ki, ərəb dilində yazılır hamısı. Səbəbi də o idi ki, Sovet hakimiyyəti qurulduğuna qədər bizdə elə ərəb dilindən və bir də indiki bizim qrafikadan istifadə olunurdu. Amma ən çox ərəb dilindən istifadə olunurdu və biz yalnız orada rəqəmlərlə bilirdik ki, bu neçənci ildə anadan olubdur, neçənci ildə rəqəmi. Özü o daşlar çox böyük olurdu. Çox böyük daşlar qoyurdular və onlar haqqında məlumat yazılırdı orada. Təzə qəbristanlıqda isə mən deyim ki, təzə qəbristanlıq sonra açıldı. O baxdıq ki, ora baxıblar ki, cəmaət ora artıq yerləşmir. Yəni aşağı tərəf biraz da uçurum idi, çayın kənarı ilə gedib çıxırdı və yolun sol tərəfində Dovşancıq deyilən dağın ətəyində ikinci deməli yeni qəbristanlıq salmışdılar. Ребята, всем привет! Мы находимся в бывшей селе Гурсалу, где жили азербайджанцы, Спитакский район, да? Да. Кладбище, все целые, сохранены, да, неухоженные. Понятно, здесь 30 лет никто не жил, но все сохранялось, да, люди сохранили, не трогали эти кладбища. Есть камни, да, что они там на земле стоят, ну, это и в армянских кладбищах есть, на старых кладбищах неухоженных. Но все целые и невредимые стоят эти кладбища. Смотрите, камни, да. И что ты там говорил, Кяламчик, там покажите в Армении азербайджанские кладбища, там, не знаю, турецкие, азербайджанские символы. Ну смотри, Кяламчик, это кладбище азербайджанское. Ну, ваши символы азербайджанское, это бараны, да, белые и черные бараны. Но смотри, это исламские символы здесь стоит. Вот звезда и полумесяц. Вот, может, кто-нибудь узнает этого человека. Дилман Муса Оглу, как там фамилия? В общем, азербайджанское кладбище. Вот соседнее кладбище. Алиева, Мадина, Исмаил Гизи. Вот женщина, да, кладбище. Что еще показать? Вот. Тоже вот азербайджанское кладбище. Так что, Кяламчик, ты там не пизди. Ты иди покажи армянские кладбища в Кянже, в Баку, в Сумгаиде, в бывшем Шаумяновском районе, село Чардахлы, где наши маршалы родились, везде, где армяне жили. Я уже не говорю, что в Карабахе на данный момент ломают квалдами наши кладбища и выставляют. Вот иди покажи, ты там церковь показываешь. В Ганзаке нашем, армянский, где нету крестов, где там окна нету, где там мусорных там. Ты покажи наши кладбища.
И церкви без крестов не бывает. Вот как-то так, сволочь. Жду ответа. Ребята, мы приехали сейчас в Спитакский район, село Урсаллу раньше называлось. Это для того, чтобы азербайджанцы понимали, в какой мы деревне. И вот находимся опять же на азербайджанском кладбище. На азербайджанском кладбище находимся. Все плиты стоят. Вот я даже могу вот приблизить. Все плиты стоят. Ни одной плиты нету. Это вторая деревня, которую мы сегодня посетили. И вы знаете, что я вам скажу? Все деревни, конечно же, я не могу объездить. Сколько смогла, столько и объездила. Только ради того, чтобы кто-то, может быть, узнает свое кладбище. Могу вот так вот подойти, показать. Все не обещаю, все не обещаю. Но, будучи человеком, несколько могу показать. Вот. Здесь вот мужа, жена, наверное. Так. Идем дальше. Ой, знаете, что меня расстраивает? Что в вашей стране наши плиты каменные все ломаются, все рушится, а в нашей стране все стоит. Ваш блогер когда-то говорил: покажите знак азербайджанский в вашей стране. Вот показываю знак азербайджанский в нашей стране на ваших могильных плитах. И не знаю, может быть, вы, азербайджанцы, распространите это видео, чтобы все видели, что в каком состоянии находятся ваши могилы в Армении. Это не первая деревня, еще раз говорю, в которую мы заехали. Мы уже во много деревень заехали. Я даже, видите, камеру не прячу, ничего от вас не скрываю. Чтобы вы понимали, что лжи тут нету. Вот. И может быть, в вашем сердце проснется чуточку милосердия, чтобы не трогать могилы усопших. Если тем более вы верующие люди, этого вообще нельзя делать. Этого вообще нельзя делать. Видите, да? Ничего ни от кого не скрываю. Смотрите. Все стоит. Ни одного разрушенного кладбища нету. Я думаю, после того, как вы этот ролик посмотрите, вам просто должно быть стыдно. Должно быть стыдно. Я, естественно же, жду от ваших блогеров ответного видео армянских кладбищ, которые находятся в Азербайджане. Если, конечно, вы как-то сохранили хоть что-нибудь. И знаете, я жду у вас ответной реакции с видеоответом точно так же, как я это делаю. Вот так, чтобы вы показали всю территорию, ничего не скрывая, чтобы все было честно. Я от вас жду честного видео насчет армянских кладбищ. Ведь вы любите говорить, что у вас все есть, все сохранилось. Докажите. Вот я, посетив вторую деревню, вам это доказала. Таких деревень очень много. Естественно, у меня время не позволяет, чтобы я все деревни ваши объездила. Но и за это хоть спасибо скажете мне в комментариях. Я надеюсь, человечность у вас проснется. Вот. Понимаете, да? Посмотрите. Давайте ближе подойду. Вот, смотрите. Видите? молодец. Камля, знаешь, я чему удивляюсь? Эти кладбища находятся в чистоте. Это понятно, не жили, это и армянские кладбища. Нет, просто ты понимаешь, ну посмотри, вот я посмотри, вот так размах берешь, да? Я видела в Беларуси кладбища, которые заброшенные, да? Там везде вот в мой рост трава, и ничего уже не видно, ни могил, ничего. Здесь, получается, косят или что делают, я не знаю, тут порядок полнейший. Тут могилы эти не затеряны в траве, не затеряны. И я, если честно, это меня очень сильно удивляет, что в нашем народе
Я уже там символ показала. Я там лучше было, я показала. Там лучше было, я показала. Orada isə Kiril əlifbasına yazılırdı yazılarımız. Təhsil nəyə görə bizim kəndimizdə birinci yer tuturdu? Səbəb o idi ki, hər bir ailənin başında duran ailə başçısı, məsələn, xüsusən mənim atamdan mən onları eşidirdim, əmrimdən eşidirdim. Deyirdilər ki, bala, oxuyun, çıxın, gedin. Bu kənddə, bu ermənilərin içərisində siz yaşaya bilməyəcəksiniz. Çünki burada heç bir vəzifəniz olmayacaq. Müəllimlərdir, nə qədər müəllim lazımdır artıq yerindədir. Siz geri də qayıtmayın. Gedin, yaşayın Azərbaycanda, yaxud da digər yerlərə keçib gedə bilərsiniz. Mən bayaq dedim, bizim məktəb, köhnə məktəb olsa da bizdə işləyən müəllimlər əsl müəllimlər idi. Mən onların xatirəsini indi də xatırlayıram və həmişə onlara rəhmət oxuyuram. Bizdə birinci Məhərrəmov Həsən müəllim, bizdə riyaziyyat müəllimi idi. Daşdəmirov Əli tarix müəllimi idi. Ağabey müəllim vardı, Ramazanov, o kimya, biologiya müəllimi idi. Sonra dil ədəbiyyat müəllimi var idi, Nəsim müəllimi var idi, bizə də dərs deyirdi, savadlı adam idi, o da Mustafayev Nəsim müəllimi idi. Kənddə Həsən müəllim var idi, çox savadlı idi, bizə dərs deyirdi. Fizika müəllimimiz, Mamet müəllim bizə dərs deyirdi, Musa müəllim var idi, deməli Məhərrəmov Arifə yəqin ki, yadınızdadır, tanıyırsınız, onun atası bizə dərs deyirdi, bunlar hamısı. Dilqəm müəllim, tarix müəllimi idi. Bunlar savadlı müəllimlər idi. Minarsın alışırdı, yanırdı. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdı. Məktəb illəri ömrümün ən şirin duyğulu qaygısız günləri. Her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri. Və mən deyim ki, məktəbi birinci qutardıqda bizim sinifdə 25 nəfər var idi. 25 şagirddən 18 nəfər ali məktəbə qəbul olmuşduq. Və məktəbdə 8 nəfər bizim sinifdən medala namizəd var idi. Əlaçı idi. Onlardan biri mən idim. Birinci sinifdən tutmuş, 10-cu sinifə qədər bir dəfə də olsun mənim qiymətimdə 4 yox idi. Mən bütün fənləri eyni səviyyədə öyrənirdim. Amma çox təəssüf ki, mən qızıl medal vermədilər. Yəni, mən riyaziyyat, fizika olimpiyadalarında həm rayon, həm respublikamızın iştirak etmişdim. Oradan mənim tərifnamələri də var idi. Atistatı da isə sən o vaxtı, Samir, indi elə şey yoxdur. O vaxt SSR-də belə bir qanun vardı, təhsil qanununda. Kimin atistatı tamamilə hamısı qiymətlər 5-dirsə, onun qızıl medalı yoxdursa, o atistat qəbul olunmurdu. Bir gün oturduq, 1-2 çay işləmişdim, söhbət getdi. Mən dedim, axı, mən gedib gələ bilmirəm kəndə. 155 manat onda əmək haqqı alır. Mənə burada qalmağa institut böyük institut idi. Mən öz kabinetimi özüm təmin eləmişdim hamısını. Dedim, bir otaq da ayrım, mən də ailəmlə gəlib burada qalım da. Onda mənim qızım var idi, bir də yoldaşım idi. Dedim, o mümkün deyil. Biraz oturduq o yan birdən qayıtdı ki, Əliyev dedi. Sən, mən baxıram, çox savadlı adamsan sən. Mən danışığından, hər şeydən bilirəm. Sən çıx get buradan. Mən güldüm. Dedim ki, mən hara gedim, bura mənim vətənimdir, bura mən öz vətənimə gəlmişəm, öz ailəmizə gəlmişəm. Dedi, ara, bir gün olacaq, onlar burada bir dənə Azərbaycanlı qalmayacaq. Hamısı buradan çıxacaqdı. 80-ci ilin oktyabrın ayının axırı idi. Mən getdim Rusiyaya, Krasnodara. Və 88-ci ildə o hadisələr baş verəndə yadıma düşdü ki, o mənə demişdi. Samir, mən deyim ki, onlar bizi oradan qovmağa 100 ildən artıq. Deməli, şey idi ki, onlar 300 il idi orada edilərdə yaşıyor. Elə o gələn gündən başlamışdılar bu işə. Onlar pul yığırdılar. Hər bir erməni, onların xüsusi cəmiyyəti vardı. Cəmiyyət belə idi ki, müəyyən ermənilər var ki, pula ehtiyacı var, güya ki. Onlara yardım eləmək üçün. Biz burada qalanda, məsələn, kirayədə qalırdıq, onlar da yığırdılar. Yəni, o hadisələr baş verəndə mən artıq Rusiyadaydım.
Orada məktəb direktoru işləyirdim. Düzdür, artıq 9-cu ili tamam idi. Və mən yaşadım Maryanski. 12 mindən çox əhalisi olan bir yer idi. Çox böyük sahədir. Krasnodardan 15 kilometr aralı idi. Mən başqa işə getmişdim. Düzünü deyim, onun da adını çəkəcəm. O vaxt SSR üzrə neftin termik üsulu ilə deməli institutu var idi. Yamalı institutu var idi. Mən ora fizika laboratoriyasına müdür götürürdü. Orada deməli oranın direktoru. O da məni göndərmişdi ki, get ən azı ya Krasnodarda qeydiyyatda olmalısan, yoxsa əmir verə bilmirəm. Ya da ki, Krasnodardan 15-18 kilometr aralı olan bir yaşayış yerində. Getdim ora, alınmadı. Sonra orada bizim uşaqların hamısı çıxdı, gəldi. Ermənilər orada çox axın elədilər. Sumqayıt hadisələri baş verdi. Mən onları heç vaxt erməniləri sevməmişəm. Bugün də kim onlara deyir ki, yaxşısı, mən onlarda yaxşısını görməmişəm. Mən anamı itirəm vaxtı. Bunlara nə deyirsən? Getdim və onun xəstəliyi var idi. Mən həmişə onu aparırdım. Atamla bərabər müalicə aparırdı. Amma mənim Rusiyaya getməyimə görə mən özümü biraz damladım ki, niyə getdim. Başqa çıxışım da yox idi onda getməyə. Amma qala da bilərdim. Ermənilərə görə qala bilmədim. Bu hadisələr məndə xatirəmdə həmişə yaşayır. Kəndə gedən yolun gedəndə sol tərəfində məktəbdir. Məktəbin yaxınlığında isə köhnə qəbristanlıqdır. Mən birinci anamızı ziyarətə gedərdim. Sonra gedərdim evimizə. Olmamışam. Mənə danışırlar ki, ev tam uçmamışdı, amma böyrü üstə belə əyilmişdi. Belə. Amma başqa mən ziyarətə gedərdim. Bir anlıq xəyalımdan o kəndin qarış-qarış gəzdiyim yerləri gəlib gözümün qabağına keçir. O meşələrdə gəzdiklərimiz, orada oynadıqlarımız, biz həmişə məktəbdən çıxan kimi bizdə çökəklik deyilən yer var idi. Gedirdi orada futbol oynayırdıq. Dağdan biz xizəklər sürürdük. Dağdan, o təpədən gəlirdik xizəklərlə, sürətlə. Onlar yadıma düşür. Gedirdik dağlar, dağ çaylarından balıq tuturduq. Onlar yadıma düşür. Dağ çaylarının qarşısını kəsib, gölmə düzərdib, baxmayan dedim, Çingiz müəllim var dedim, Kamil müəllim. Onlar Kamil'i də Çingiz deyirlər. O institutdan gəlirdi, cavan vaxtı idi. Biz də yığırdı başına, gölməçələr düzəldirdik, dərin biz orada çimirdik. Bax, bunlar yadıma gəlir. Orada Güney deyilən yer var idi. Orada biz göbələk yığırdıq, çiyələm yığırdıq. Orada üzümlər yığırdıq, meşə, deməli, üzüm, qara üzüm deyirlər, ondan yığırdıq. Çox. Bax, bunlar mənim yadıma gəlir. Atlara minib, Sarbəy deyilən o dağlarda gəzirdik. Bunlar mənim yadıma düşür. Gələcək nəsillərə mən, bax, buradan öz evlatlarıma, buradan nəvələrimə də deyirəm. Deyirəm ki, siz əgər orada yaşasaydınız, görərdiniz ki, bizim kəndin o havası, o suyu, o təbiəti necədir? O kəndin, deməli, ona bərabər yer mən tapa bilmirəm. Samir, yoxdur. Yoxdur. Elə bir yer yoxdur. Mən onlara açıqlayıram ki, yəni o kənddə siz getsəniz, doğru deyirsiniz ki, ona biz də burada yaşamış olardıq, yaşayardıq. Bizdə Söğütlü yolu deyirdilər, gedirdik orada dağdan, payız vaxtı axır dağlarda yaşamaq çətin idi. Gəlirdi insanlar, gəlirdilər o Söğütlü yolunda, meşənin ətəyində, meşənin açıq yerlərində alaçıq qurub orada müəyyən müddət yaşayırdılar. Hətta noyabr ayına qədər, oktyabrın arxalarına qədər yaşayanlar olurdu. Bax, bu yerləri gəzmək lazım. Orada olan meyvələr heç yerdə yox idi. Moruq yeməkdən yorulurduq. Xəlyər yeməkdən yorulurduq. Bax, bunlardır yadda qalanlar. Bunları yaddan çıxartmaq heç vaxt mümkün deyil. O sulardır. O suların sonraki ermənilər hamısını çəkdilər. Kirovakan şəhərinə apardılar. Və o bizim kəndə çox böyük ziyan vurdu. Dağlarda olan sularımız, şirin sularımız var idi. Məsələn, bayaq dediyim kimi, Sarыбəydə, Çataqda, Xərvədə, Çamırlıda, orada aralıqda, bayaq onun adını çəkdi, yadından çıxıb, orada Bozlar deyilən yerdə, bunlar bilirsiniz nə idi? O sulardan heç yerdə yoxdur. Yoxdur. Ermənilər o qədər məsafəni, o qədər xərc çəkib aparmazdılar.
Bizim cəmaət də oradan o sulardan gətirmişdi. Zəlzələ vaxtı kənddə olan o suların gəlib xəttləri dağılmışdı. Onda ermənilər gəlib bizim tanıdığı adamları tapıb buradan aparıb o xəttlərin yerini öyrənmişdilər ki, hardandır onu təzədən bərpa eləmək üçün. Sağ ol, mən də sizə minnətdaram Samir.